Deməli, evdən çıxmışam. Vəziyyəti göstərəcəm sizə. Ona görə bu havada maşın bazarı və s. unutmaq lazımdır. Yaşadığımız Mida yaşayış kompleksindəki infrastrukturu və buradakı yağışın yaratdığı fəsadları olduğu kimi çatdıracam sizə. Zontik götürmüşəm ki, çəkilişə problem yaratmasın, amma zontiki saxlaya bilsəm. Başlayırıq. Elə binadan düşdüm. Binadan düşən kimi qarşıma çıxan mənzərəni göstərməyə. Deməli, baxın. Bu bizim binanın qarşısıdır. Binadan çıxandan bax, bu vəziyyətlə qarşılaşırsan, sel nə tərk edir? Bu vəziyyətə fikir verin salla. Buna baxın. Bir quru yer tapmışam, oraya ilə gedirəm ki, burada bir bərbad vəziyyət var. Onu göstərəm sizə. Baxın, belə bir şəlalə yalnız Laçın dağlarında mən görmüşdüm, Qarabağa ezam gedəndə. Amma sən demə, bu şəlalə Yasamalda da var imiş, bizim xəbərimiz yox imiş. Baxın, yəni belə bir dəhşətli bir vəziyyətdir, baxın. Oradan axan suya baxın, bu qədər su. Yəni, kollektor partlayıb, su xətti partlayıb, nə partlayıb bilmirəm. Onun bütün o suyu hamısı bax buradadır, baxın. Dəhşətdir, dəhşət. Belə bir şey yox. Belə bir şey yoxdur, nə var? Bu nədir partlayan, bu nədir dağılan bilmirəm. Bu partlayan nədir? Partlayan deyil, gələn sudur. Nədir o kollektordur, su, kanalizasiyadır? O baş, ümumi asfaltdan gələn sudur. Yox, qaynayır orada qaynama kimi, o nədir o? O azər suyu, kanalizasiya. Çatdıra bilmir deyə? Ha. Çox bir vəziyyətdir, nə bakalım. Kanalizasiya çatdıra bilmir və kanalizasiyadan pantan necə vurursa və o birbaşa axır qəsəbiyə. Bax, dəhşətli bir vəziyyət. İndi hələ bura yaxşıdır. Buradan axan suyun gedib elə bir yer var, elə yerə toplaşıb ki, oradan maşınlar artıq damına qədər suyun içindədir. Onu mən olduğu kimi gedib çəkib göstərəcəm. Hələ şükür ki, mən maşın saxlayan yerdə vəziyyət normaldır. Amma İnsanların onlarla maşını gölün içində qalıb. Bax, indi gedirəm ora. Hər dəfə yağış yağanda bu Mida yaşayış kompleksində bax, belə bir vəziyyət yaşanır. Düz deyil, söz yoxdur. Bakının hər yerində vəziyyət demək olar ki, aşağı yuxarı eyni olur. Kollektorlar bu düşən yağışı, bu qədər yağışın, bu qədər suyu çəkə bilmir. Və ona görə də bir çox küçə və prospektlərdə vəziyyət çox qəlizləşir. Amma məlum məsələdir ki, Mida yaşayış kompleksi söhbət Yasamaldakından gedir. Bura vaxtilə qanlı gölün yeri olub. Bu göl qurudulub tədricən və onun yerində bu binalar tikildi. Biz də, nə bilim, aldıq da. Aldıq və ona görə də indi bu vəziyyətimizlə barışmalıyıq. Yəni ki, başqa variantımız yoxdur. Çünki bizə sosial evlər kimə düşürsə, yəni sosial təminat baxımından və müəyyən kriteriyalar var orada. Ona görə məcburuq, yəni bu vəziyyətlə barışmalıyıq. Amma məsələ burasındadır ki, bu vəziyyətin tam olaraq yaranmaması da mümkündür, yaranmaya da bilər. Əgər burada normal iş getsə, yəni ən azından aidiyyəti üzrə əməkdaşlar bu suyu, yağışın bu gölünü çəkər, nə bilim o drenajdan su necə fantan verir, onun qarşısını en azından almaq olar. Heç bir işdə getmir və hər dəfə də yağış yağanda bu vəziyyət yaşanır. Niyə yaşanmalıdır? Axı bir dəfə yağdı, bir dəfə gördünüz ki, belə bir vəziyyət yaşandı da. Növbəti dəfə yenə də eyni vəziyyət, növbəti dəfə də yenə də eyni vəziyyət və bunun qarşısını almaq üçün heç bir alternativ iş görülmədi. Bir konkret bir iş görülmədi ki, növbəti dəfə yağış yağanda belə bir vəziyyət yaşanmasın. Dəhşət bir yerə gəlib çıxmışam. Mən buradan artıq hərəkət edə bilməyəcəyimə görə qaydacam. Niyə qaydacağımı indi göstərəcəm sizə. Baxın, necə toplanıb burada su. Baxın, hələ bura yaxşı yerdir. Mən ən bərbad yerə getməyə çalışıram. İstəyirdim buradan keçəm, amma keçə bilmirəm. İndi nə edəcəm? Qaydacam. Qaydacam digər tərəfə, baxın. Bu da bu binanın zirzəmisi mi deyək, həyəti mi deyək. Bura toplanan suya baxın. Fikir verirsiniz. Buna baxın. Bax, bu da yaşayış binası.
Bu yaşayış binasının həyətinə bir əldən yağan yağış və mən önümə fikir verin. Təsəvvür edin ki, burada suyun dərinliyi az qala 1 metrə keçib. Ha, baxın. Pəncərədən baxanda bu vəziyyəti görürsən. Baxın. Buradan ümumiyyətlə hərəkət eləmək mümkün deyil. Buradan digər tərəfə keçmək qəti şəkildə mümkün deyil. Yəni piyada heç cür buradan keçə bilmərsən. Orada maşınlar harda qalıbdı. İndi mən daha betər bir yerə gedəcəm. Yaxınlaşdıranda görüntünün keyfiyyəti azalsa da o vəziyyəti göstərmək istəyirəm sizə. Baxın, nə qədər maşın orada suyun içində qalıb. Görürsünüz, nə qədər maşın suyun içində qalıb. Sonra quru yerlər tapıb keçmək istəyirəm. Hə, quru yer deyilən bir şey yoxdur da burada. Quru yer anlayışı yoxdur. Hə, dəhşət vəziyyət. Qardaş uşaqları təxliyə edir. Oradan çıxardır. Hə, biabırçılıq bir vəziyyətdir. Yəni, Allah'ın olsun, belə şey yoxdur. Buradan torpaq yola çıxmaq istəyirəm. Torpaq yola keçmək istəyirəm ki, torpaq yolla keçəm o tərəfdən. Görək, trampolin üstü ilə keçə biləcəm o tərəfə. Baxaq, görək, keçə bilirəm. Yəni, keçməliyəm, başqa variantım yoxdur. Oh, keçdim bir təhər. Hə, deməli bir təhər gəldim, çıxdım. Dediyimiz yerə, baxın. Nə qədər maşın qalıb burada suyun içində. Fikir verirsiniz, çox güman ki, bu suyun hamısı maşının salonundadır. Ha, baxın, burada bir yetim Opel var. Opel artıq krıllara qədər suyun içindədir. Deməli, salon da suyun içindədir. Ha, baxın. Dəhşətdir, dəhşət. Burada dayanan park, əslində bura parklanma yeridir. Yəni, binanın parklanma yeridir və bu parklanma yerindəki vəziyyətə baxın. O bayaq çəkdimi, şəlalə kimi axırdı. Kollektor suyu çəkə bilmir, oradan nə qədər su qaynayıb tökülür. Həmin o su hamısı axıb gəlib qəsəbənin son nöqtəsində, yəni çökəkdə toplanıb, bax, belə bir vəziyyət yaranır. Baxın. Bir təhər ən qəliz bir yer var, ora gəlib çıxmışam. Burada bir şestot var. Salonuna baxıram ki, salon yəni sükana qədər suyun içindədir. Bax, içində balıqlar üzür. Ha, bax. Bütün bu su hamısı maşının içindədir. Yəni bu maşını apartırlar vəziyyətlərdə, yəni. Ha, baxın. O tərəfə baxın. Nə qədər maşın qalıb suyun içində. Orada bir dənə W211 var. Furgon, yəni ki, universal versiyada. O da suyun içindədir. Burada bir dənə Priora var, o da suyun içindədir. Dəhşətdir, dəhşət. İnsanlar evindən çölə çıxa bilmir. Baxın, qalıblar pilləkənin qarşısında. Bir yerə getmək istəyirlər, onu da eləyə bilmirlər. Yəni, zontiki də saxlaya bilmirəm ki, normal çəkən verəm. Maşın sahibləri evakuator çağırıb ki, en azından batan maşınları çıxara bilsinlər. Evakuator da gəlib orada ilişib qalır. Buna baxın, dəhşətdir, dəhşət. Buna baxın, Prius suyun içindədir. Salon da ondan betərdir. Salon da suyun içində təbii ki. Yəni düz mənim yanımda bir maşın var, onu göstərəcəm. Baxın. Deməli burada bir dənə C200 var, Mercedes C200. Onun vəziyyətinə baxın. Bu C200 apartırlı olubdur da, baxın. Salon da mən buradan baxaram ki, suyun içindədir. Görün, hara qədər suyun içindədir. Özə hibriddir bu maşın və hibriddirsə elektrik hissələri çoxdur deməkdir. Və maşının salonu suyun içindədir. Yəni, fikir verin sizə Allah, dəhşət bir vəziyyətdir, həqiqətən də. Yəni, insanlar bilmir maşınlarına çıxartsın suyun içindən, bilmir özləri evdən çıxıb bir yana gedə bilsin, çörək ala bilsin. Yəni, həqiqətən də buradakı bu vəziyyəti sözlə izah eləmək belə çətindir. Buna baxın, buna baxın. Yəni ki, bu maşına fikir verirsiniz. Bax, orada şu maşınlara baxın. Nə qədər maşın suyun içindədir, baxın. Yəni, dəyərli izləyicilər, Mida sakinləri, Yasamal Mida sakinləri keyf edir deməyəcəm, suyun içində üzür. Yəni, bura əməlli başlı bir dənə löfkə lazımdır ki, ondan binalardan digər tərəfə keçəsən, nə bilim, marketə gedəsən, çörək almağa gedəsən, ən azından heç bunları qoyaq bir kənara, xəstəsi olan xəstəsini xəstəxanaya aparmaq üçün, yəni heç bir formada bunu eləyə bilməz. Çünki həqiqətən də binaların qarşısına toplanan su az qala 1 metrdən çoxdur. Nə qədər maşın gördünüz ki, qalıb suyun içində. Yəni insanlar, bir çox bina var ki, burada
28-ci binadan gedir söhbət, 29-cu binadan gedir ki, o binaların qarşısından yəni göl başlayır artıq toplanan su və o binadan çıxmaq istəyən insanlar təbii ki, bir tərəfə çıxa bilməyəcək. Yəni dəhşət bir vəziyyətdir həqiqətən də. Yəni hər dəfə yağış yağanda burada bax belə bir vəziyyət yaşanır. Əslində yaz yağışı da bu yağış, yəni leysan yağmayıb, bir şey deyil, xırda yağır. Yəni bu infrastruktura bir normal formada əncam eləmək lazımdır ki, bir əl gəzdirmək lazımdır ki, axı bu bir dəfə olar, iki dəfə olar, üç dəfə olar, axı bu hər dəfə yağış yağanda belə bir şeyin yaşanması axı düzgün deyil, yəni deməli heç kəsin vecinə deyil, heç kəs üçün maraqlı deyil. Yəni bu infrastrukturun bu vəziyyətdə olması heç kəsi maraqlandırmır. Yəni gedin canınız çıxsın, özünüz nə edirsiniz eləyin prinsipi ilə göz ardı eləyirlər, gedir, vəssalam. Zülmü də kim çəkir? Biz çəkirik. Burada yaşayan bizim kimi insanlar, burada yaşayan cəmaat çəkir. 50-60 minlik maşınlar hamısı apartolla vəziyyətdədir. Ondan sonra kimsə kasıbçılığı ilə zülmlə gedib kreditə girib 5-10 minlik verib maşın alıb suyun içində qalıbdır. Maşın cəhənnəm bir tərəfə. Adamlar evindən çölə çıxıb bir loxma çörək alıb ağzına o çörəyi yeyə bilmir. Bu niyə belə olmalıdır ki, yəni? Yasamalıdayıq, cənablar. Yəni ki, Bakının ən hündür nöqtəsindəyik. Yəni, buradan yağan yağış ən azından məntiqlə fikirləşərsən ki, Bakının çökək yerlərinə gedib tökülər də, ora dolar. Axı, bura hündür yerdə niyə bu problem yaşamalıdır ki? Nədir bunun səbəbi? Təbii ki, səbəb məlumdur. Səbəb kimlərin seçini düzgün yerinə yetirməməsidir. Vəssalam, bunun başqa bir adı yoxdur. Heç nə, bu qədər buradakı vəziyyəti çəkdim, göstərdim ki, biləsiniz ki, mən bu bazara çıxa bilməyəcəm. Təbii ki, bu vəziyyətlə bazar da yoxdur. Heç kəs bu vəziyyətlə ağlı olan insan bazara nəinki maşını çıxartmaz, heç evdən çölə çıxmaz. Və sizə yaxşı baxın, bizi izləmədə qalın. Növbəti bazar çəkilişim olacaq və növbəti bazar bir-iki mövzu ilə bağlı sizə deyəcəklərim olacaq.